çıxıbsansa belə ağzından çıxıbsın. Və nəyə görə çıxıb falan deyilən də prosta burada nə var ki? Da düz əlbəttə şey var. Məni düzdür, sana qarşı quşlamışdım və onda bəzi insanlar vardı ki, ad da çəkmək istəmirəm, kimlərə yəni primza vermək istəmirəm. Yəni onlar da məni tutmuşlar ki, Zevsinə söyürsən, belə elə, mən səni tanımamışdım həqiqətən də. Amma gördüm ki, bəzi yerlərdən, çox yerlərdən zərk gəldi. Həqiqətən sənin çox tərifləyən dostların var həqiqətən də. Xarici ölkədə olsan da, Bakıda da sənin dostların, ətrafın var həqiqətən də. Amma səndən qabaq dostların elə zəh vurdu ki, yəni Zevs burada olmasa da, yəni biz onların yanındayıq. Da yəni. Mən də onlar sağ olsun. Sənin gücün yoxdur da, yəni sənin bir yumruq canın var, yəni. Nəsə. Ona görə də mən də səndən Zevs üzr istəyirəm ki, yəni elə insanlara, yəni baş qoşdum, yəni sənə qarşı quşlamışdım, üzr istəyirəm. Yəni inşallah üzrümü başa düşərsən. Başa düşdüm işte. Allah canı Belə sağ şey olmasın prosta. Sən prosta neçə yaşın var? Mən başa düşmədim. Sən yəni bizdən böyüksən də yaşlı, düzdür? 29. Bir yaş məndən böyüksən. Allah canı sağ olsun. 29 yaşın var, sən cəmaatın dediyini oturturursan, sən başa düşmə. İndi o elə yerdir ki, tək getmişdim ora, ona görə həqiqətən də. Yəni qorxdum ki, məni döyərlər, eləyərlər ona görə. Sən onlardan qorxdun, amma məndən qorxmadın da heç. Çünki mənə dedilər də, onlar deyilər ki, o xaricdədir, sağ əl çatan deyil. Amma halbuki... Allah'ın olsun, mən sənə bayaq baş saldım, bax yəni, mən burada Yox, sən baş dedim. Hələ var, Allah haqqı sənə deyirəm, heç kim Azərbaycana sənə kömək eləyənməz. Yox, düz əlbəttə ki, sənin öz ətraf dostların var da Bakıda. Onlar deyirəm, səndən qabaq səhvurlar, elə deyirlər də baş işincə. Onlar deyir ki, biz TikTok adamlar görürük, yəni, bizim cəhlər gəldi, yəni. Da baş işincə, Zevsə, yəni dediyin sözlərə görə üzr istəyir, deyim ki, başlayıram. Siz nə deyirsə, üzr istəyirəm. Bağışlayırsan? Bağışlayırım. Sən ağlayırsan?